Yanvarın 1-dən 31-nədək silahlı qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılardan xəstəlik aşkarlanan 157 nəfər geri qaytarılıb. Hərbi ekspert Cəsur Smərənli çağırışçıların geri qaytarılmasının ciddi problem olduğunu deyir. Bu ona əsas verir deməyə ki, ümumiyyətlə, yəni çağırış sistemi ilə güc strukturları arasında müəyyən ziddiyyətlər mövcuddur. Yəni əgər Səfərbərlik və Hərbi Xidmət üzrə Çağırış Xidmətinin bu çağırdığı əsgərlər hərbi xidmətə yararsızdırsa, onda sual yaranır. Yəni onları kim müayinə etmişdi? Yəni nəyə görə xəstə əsgərlər orduya buraxılmışdı? Yəqin ki, burada cəzalandırma olmalıdır. Yəni biz gözləyirik kimsə cəzalandırmalıdır, amma təəssüf ki, hələ ki heç bir məlumat yoxdur bununla bağlı. Sadəcə Müdafiə Nazirliyi bu məlumatı yaymaqla işini bitmiş hesab edir. Cəsur Smərənli geri qaytarılmış çağırışçılar üçün qanuna uyğun müəyyən müayinə dövrünün olduğunu deyir. Onun sözlərinə görə yalnız bu dövrdən sonra həmin şəxslərin hərbiyə yararlı və ya yararsız olması barədə son qərar verilə bilər. Amma yəni mən qeyd edim ki, əgər Səfərbərlik Xidmətinin çağırışından sonra, yoxlanmasından sonra Müdafiə Naziri və digər güc strukturları yenidən yoxlayırsa və yenidən əsgərlər yararsız çıxırsa, o zaman artıq Səfərbərlik Xidmətinin fəaliyyəti ilə bağlı suallar ortaya çıxır. Mən hesab edirəm ki, bu siyasi hakimiyyət bu məsələyə cavab verməlidir. Çünki əgər bu proses bu hal davam edəcəksə, onda artıq Səfərbərlik Xidmətinə ciddi dəyişikliklərə ehtiyac yaranır. Bu yoxlamanı, bu müayinəni həyata keçirən həkimlərin, yəni ümumiyyətlə orada komissiya təmsil olan şəxslərin fəaliyyəti ciddi araşdırılmalıdır. Əgər kiminsə doğrudan da xəstə çağırışçıya göz yumub onu hərbi xidmətə göndərən şəxs varsa, ciddi şəkildə cəzalandırılmalıdır. Bu bir cinayət halıdır. Ekspert bəzi çağırışçıların öz xəstəliklərini gizlətməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirib. Bu mümkün deyil. Yəni əgər hərbi qulluqçu xəstədirsə, burada söhbət təkcə fiziki xəstəlikdən getmir, eyni zamanda mental, yəni ruhi xəstəlikdən də söhbət gedir. Yəni bunu tibb komissiyası yoxlamadan sonra bilməli idi ki, bu doğrudan əsgər necə xəstədir. Və söz yox ki, son illərdə hərbi hissələrdə ölümlərin sayı xeyli artıb. Yəni xüsusilə də nizamnamə əleyhinə cinayətlər və eyni zamanda intiharlar artıb və sözsüz ki, Müdafiə Nazirliyi belə görünür ki, bu itkilərin sayını azaltmağa çalışır və onlardan bir səbəbi də xəstə əsgərləri uzaqlaşdırmaqdır. Yəni mən qeyd edim ki, hər il minimum 10-15 hərbi qulluqçu bu və digər xəstəlikdən də dünyasını dəyişir və bizim araşdırmalar göstərir ki, onların əksəriyyəti bəs xəstə olarkən, yəni xəstə vəziyyətdə hərbi xidmətə çağırılıblar. Xatırladaq ki, çağırışçıların geri qaytarılması faktı bundan öncə də olub.